Salam əzizləyicilər, bugünkü avtomobilimiz Kia Sorento 2013-cü ildir. Deməli, belə bir problemi var ki, akkumulyator işığı yanılı qalır. İndi sizə göstərəcəm. Bax, belə bir yanılı qalır. Burada görsənir. Deməli, bunu qazı basanda sönür. Bu, dinamoda problem olmağını göstərir. İndi osiloskopla da dinamoda statorun oyanmasını bir yerdə baxacaq. Deməli əzizləyicilər, bunu induktiv xəttkeşi qoyuruq dinamonun üstünə, generatorun üstünə. Aha. İndi orada göstər zəhmət olmasa. Burada da heç bir canlanma yoxdur. Yəni rotora relədən top gəlmir. Ona görə bu belədir. Normalda belə pulsar olmalıdır. 3 fazalı dinamodur deyər. İndi bunu təmir eləyəndən sonra da sizə göstərəcək ki, bu necə işləməlidir. İzləyicilər, induktiv xəttkeş oradadır. Generatorda da oyanma var. Əsasdan yoxsa 14.02. Əzizləyicilər, avtomobildə akkumulyatorun işığı söndü və gördüyümüz kimi impulslar gəldi rotorun ayağına. Bizdə avtomobildə problem relədə idi. Kömürlərində problem var idi. Diqqətiniz üçün təşəkkürlər.